Maralanda Qiyas məhəlləsində yox. Qiyasəddin Məhəmməd Elxanların böyük vəziri. Heç Maralan xiyabanından rədd olanda bu məqbərəni görübsüz? Gəlin Qiyas məhəlləsi, bu məqbərə və Qiyas meydanının tarixi ilə daha artıq tanış olaq. Qiyasəddin Məhəmməd Rəşiddəddin Fəzlullah Böyük Qazanxanın vəzirinin oğluydu. O, Elxanların axır sultanı Əbu Səid Bəhadurxanın vəziri olubdu və Təbrizdə və Bağdadda çox böyük işlər görübdü. Qiyasəddin Məhəmməd Əbu Səid Bəhadurxanın səltənətinin axırınacan onun vəziri oldu və Bəhadurxanın öldüyündən sonra Arpaxanın səltənətə yetişməyində əsası rol oynadı. Qiyasəddin Məhəmməd işbilən və kifayətli vəzir olduğu halda özü şair, ədəbiyyatçı və xoşnevis idi. O, çox gözəl də saz çalardı. Çoxlu şairlər və elm əhlinin kitabları ona təqdim olunubdu. İndi onun qəbri Maralan məhəlləsinin Qiyas məntəqəsində yerləşibdir. Qiyasəddin bu məhəllədə məscid, meydan, hamam və məktəbxana tikmişdi ki, onun adı indi burada yadigar qalıb.